9-cu siniflər üçün keçirilmiş buraxılış imtahanının digər suallarına da baxaq. 20-ci sualda isə passive voice sualıdır. Passive voice sualında ilk öncə fikir verməliyik ki, cümləmizin zamanı hansıdır. Burada da baxırıq, someone stole yazıbdır. Yəni keçmiş zamandır. Artıq keçmiş zamanı görürüksə biz axtarmalıyıq was, were. B bəndində is verib çıxırıq, C bəndində has verib variantı çıxırıq və A bəndində çıxmalıyıq. Çünki was'dan sonra been işlənməz. Been yalnız have, has və haddən sonra işlənir. Qaldıq D və Y variantı arasında. D variantında çıxmalıyıq. Niyə? Çünki burada cümləmizin passive voice-da cümləmiz someone cümləmizin mübtədasıdır və D bəndində də mübtəda ilə qaytarıbdır. Passive voice qaydasında isə bu var ki, cümlənin yuxarı hissədə bizə verilmiş cümlənin tamamlığını götürməliyik. Tamamlıq gəlib cümləmizdə bizdə artıq Y bəndində olduğu kimi mübtəda olmalıdır. His suitcase birinci cümlədə burada əgər tamamlıqdırsa, bu cümlədə artıq gəlib mübtəda olmalıdır. His suitcase was stolen a few days ago. Deməli, düzgün cavabımız burada Y bəndidir. 21-ci sualda isə gördüyümüz kimi article sualıdır. Article-da baxırıq, əgər bizə friend sözü verilibsə, yəni sayılan və təkdə olan isimdir. Ona görə də ən article olmalıdır. Burada isə old sözü gəlibdir. Old sözü də saytla başladığına görə A bəndi, yəni old friend olmaz. Və C bəndində artıq heç bir article qoymayıb. Sayılan təkdə olan ismin qarşısında article olmalıdır. Qaldı B, D və Y variantlarımız. Burada isə Z veribdir B bəndində. Bunu da çıxırıq. Çünki bu dostdan birinci dəfə danışır. Ona görə də artıq Z artiklını vermək olmaz. Burada isə bildiyimiz kimi in the street olur. Və düzgün cavabımız da D bəndidir. I met an old friend in the street while I was on my way home. 22-ci sualda isə lay feili lay on the bed olur. Yəni Y bəndidir. Preposition'dır. Bu əzbər ifadədir. Əzbərdir. Yəni əzbərdən bilməliyik bunu. Laid on the bed olmalıydı. Heç digər variantlara çıxmağa dəyməz. Digər testlərə baxaq. 23-cü test biraz digər testlərlə nisbətdə biraz çətin testdir. Deer have long legs. Burada feilimizə baxırıq. Have əsas feil kimi işlənibdir. Yəni bu indiki qeyri-müəyyən zamandır. İndiki qeyri-müəyyən zamanı əlbəttə ki, have-lə qaytarmırıq. Yəni have-lə olan variantlarımız A və Y variantlarımızı çıxırıq. Və biz burada bilməliyik ki, tag question'dır bu. Tag question'da birinci hissə təsdiqdə olduğuna görə ikincisi inkarda olmalıdır. Demək, variantlarımızdan baxaq görək çıxa bilərik hansısa variantımızı. Heç bir varianta çıxa bilmirik. A, C və D variantlarının hər üçü də inkarda verilibdir. Yalnız çıxa bildiyimiz variant A və C-ni çıxa bilərik. Niyə? Çünki burada bizə deer ismini veribdir. Bu da həm təki, həm cəmi eyni olandır. Eyni olan isimdir. Yalnız bunun cəm olduğunu hardan bilirik? Həm qarşısında article yoxdur burada, həm də deerdən sonra have veribdir. Yəni təkdə olsaydı, deer olsaydı, has olmalıydı əlbəttə. Deməli, biz bu cəm ismimizi deer cəm olduğuna görə itlə qaytara bilmərik. Don't eat yox olmalıydı. D bəndi don't they. 24-cü testi isə digər videoda izah eləmişəm. Modal feillər testidir. Yəni burada elə düzgün cavab D bəndidir. Will be able to. 25-ci sualda isə which pairs are synonyms? Yəni bizdən nə istəyir? Sinonimlər istəyir. Correct, true, düzgün deməkdir hər ikisi. Empty, boş deməkdir. Crowded isə izdiham, yəni çoxluq, basa-bas, yəni ikinci olmaz, antonimdir. Different, müxtəlif, same, eyni, bu da antonimdir. Elegant, attractive isə bir-birinin sinonimləridir. Burada düzgün cavab 1 və 4 olmalıydı.